أشهد أن محمدا رسول الحمد لله إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له نشهد أن لا إله إلا الله ونشهد أن سيدنا محمدا عبده وحبيبه ورسوله أما بعد فيا عباد الله اتقوا الله وأطيعوه إن الله مع الذين اتقوا والذين هم محسنون قال الله تعالى بسم الله الرحمن الرحيم يا أيها الذين آمنوا اصبروا وصابروا ورابطوا واتقوا الله لعلكم تفلحون قال رسول الله صلى الله عليه وسلم إيمان بالله وجهاد في سبيل الله. Esselamu Aleyküm. Uca Allah'a hamdü sanalar olsun. Resulullah sallallahu aleyhi ve selleme salat salamlar olsun. Sizlere ve özme uca Allah'a karşı təqvalı olmağı ve Resulullah sallallahu aleyhi ve sellemin yolundan getmeyi tövsiye edirəm. Ettiğim nəsihətlər önce özme, sonra siz değerli kardeşlermedir. Təkəbbürlükdən ve riyakarlıktan Allah'a sığınıram. Möhtərəm Müslümanlar, Rabbimiz bizlere din, vətən, azadlıq ve namus kimi birçok değerler ihsan etmiştir. Bir Müslüman bu değerlere sahip olduğu zaman dünyanın en zengini olar. Ümmətlər ve milletler hayatlarını huzur içerisinde geçirebilmeleri için birinci olarak hayatlarını tövhidin nuru ile aydınlatmalı. Qəlblərini Hz. Peygamber sallallahu aleyhi ve sellemin məhəbbəti doldurmalı. İdraçlarını Kur'an'ın həyat suyu ile möhkəmdirmələri, sonra necə bir ümmət olduqlarını, necə bir millət halına gəldiklərini çox yaxşı bilmələri lazımdır. Hər xalqın gücü onun yaddaşındadır. Allah-u Teala Kur'an-ı Kerim'de bu mənada buyurur ki: Ya eyyuhən-nas, inna xalaqnakum min zekeri ve unsa ve cealnakum şu'uben ve qabaile lita'arafu. Ey insanlar, biz sizi bir kişi ve bir kadından yarattık. Sonra birbirinizi tanıyasınız, kimliğinizi bilesiniz diye sizi halklara ve kabilelere ayırdık. Ayenin mənasına dikkat etdikdə görürük ki, her bir halkın özünə məxsusluğu Allah'ın hikmətindendir. Rabbimize hamd olsun ki, elə bir torpaqda, elə bir vətəndə dünyaya göz açmışıq ki, ətrafımızdaki insanların əksəriyyəti, həmçinin aləmiz La ilahe illallah Muhammedur Resulullah söyleyir. Bu vətəni sevmək, qorumaq borcumuzdur. Vətənə qarşı olan sevgi, vətən mübarizəsi bizlərə Allah Resulü sallallahu aleyhi ve sellem'den miras kalmıştır. Resulullah sallallahu aleyhi ve sellem de anadan olduğu ve böyüdüğü Məhkəni sevmiş, dərin məhəbbət bəsləmiştir. Resul-i Ekrem Efendimiz sallallahu aleyhi ve sellem həmişə hak ve həqiqət uğrunda savaşmağı xeyirli əməl olarak səciyyələndirmişdir. Hansı əməl daha xeyirlidir? Sualına belə cavab vermiştir. İmanun billah ve cihadun fi sebilillah. Allah'a inanıp Allah yolunda cihad etməkdir. Allah yolunda, vətən və böyük məqsədlər uğrunda canından keçmək, özünü şuurlu şəkildə qurban vermək, insanı İslamda en böyük mərtəbələrdən birinə şəhidlik zirvəsinə ucaldır. Rabbimiz buyurur ki: وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللّٰهِ اَمْوَاتٍ بَلْ اَحْيَاءُ وَلَكِنْ لَا تَشْعُرُونَ. Allah yolunda öldürülenlere ölü demeyin. Əksine onlar Allah dərgahında diridirlər. Lakin siz bunu dərk etmirsiniz. Şəhidlik, ölümsüzlük arzulayana Allah'ın təqdim ettiği en büyük nimətdir. Bəndələr bu fürsətə hak uğrunda ve hak yolunda mübarizə ilə nail olurlar. Değerli müminler, Allah-u Teala həmçinin Kur'an-ı Kerim'de birlik ve bərabərliyimizi korumağı, daima kardeşlik şuuru içinde yaşamağımızı emredir. Ve buyurur ki: وَاعْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا.
hamılıqla Allah'ın ipine, İslam'a yapışın ve parçalanmayın. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem de kardeşlerimizi korumağı emredir ve buyurur: La tebâgadu ve la tehâsedu ve la tedâberu ve kûnû ibâdallâhi ihvâna. Birbirinize haset etmeyin, kim beslemeyin, birbirinize arka çevirmeyin. Ey Allah'ın kulları, kardeş olun. Aziz Müslümanlar, hutbemizi İbrahim Aleyhisselam'ın duasıyla bitirelim. Ey Rabbim, bu diyarı emin amanlık yurdu et.